Əziz Qaragüneylilər, əziz kəşçilərim, bu çərşənbə tonqalı 33 il əvvəl Qaragüneydə yandırdığım çərşənbə tonqalı, yandırdı, hər birimizin yandırdığı çərşənbə tonqalı mənə xatırlatdı. Şar da düzəldib atardıq. Çərşənbələrdən qabaq Xıdırnəvi keçirərdik. Yığışardıq bir yerə, qarmon çalanlarımız, nağra vuranlarımız, İlham, Ziyəddin, Fəxrəddin, Yolçu, oxuyanlarımız da var idi. Allah hamısının canı sağ eləsin. Arz eləyirəm ki, inşallah bu il olmasa da gələn il, o bir ili bu çərşənbə tonqalını doğma kəndimizdə qalıyaq. Kəndimizin şəhidi var, qaziləri var, müharibə veteranları var. Şəhidimizi Allah'tan rəhmət diləyirəm. Maşallah ki, ziyalı gənclərimiz əmələ gəlir. O gənclərə də arz eləyirəm ki, Kəlbəcərimizin yenidən qurulmasında dövlətimizə, xalqımıza hər zaman belə dayaq olsun.